Hər vaxtınız xeyir mənim əzizlərim, xoş gördük sizi. Bugün yenidən çox maraqlı bir mövzu ilə qarşınızdayıq. Və kiminlə? Əlbəttə ki, ölkənin ən peşəkar psixoloqu Şərafət Şirinli ilə. Elə xoşlayıram məni tərifləyəndə. Ümumiyyətlə hamının tərifdən xoşu gəlir və mən də tərifləməyi xoşlayıram. Bunu elə-belə eləmirəm. Bilirsiniz nə üçün? 99 gün əgər bir insan tərif eşitmirsə, depressiya başlayır. Bugün bir mövzuya toxunacağıq. Nə üçün? Çünki çox önəmlidir. Bu yaxınlarda ölkə başçısı cənab prezident İlham Əliyev çox maraqlı bir çıxış elədi. O söylədi ki, Azərbaycan dili danışıq dilindən çıxıb məişət dilinə yönəlib. Bunu çoxu düzgün anlamadım. Hələ bir cür yozdu ki, nə bilim, ingilis dillilər var, rus dillilər var, türk dillilər var, amma mövzunun məğzi bu deyildi. O demək istəyirdi ki, dedi ki, yəni bugün Azərbaycan dilində var bədii publisistik üslub, danışıq dilində, var ədəbi dil, var danışıq dili. Danışıq dili isə məişət dili deyil. Yəni məişət dilini efirlərə, ekrana, gündəlik danışığa gətirmək qəti olmaz. Əgər gətirəriksə, Azərbaycan dilinin danışıq dili məhv olar. Məişət dili deyəndə nəyi nəzərdə tuturuq? Bu, küçə danışıqları, jargon sözlər, rus, ingilis, qardaş türk, Türkiyə türkcəsinin heç istifadə eləmədiyi təhriflərə uğramış bərbad sözlərinin bizim ana dilimizə daxil olmasıdır. Və bunun nəticəsində bərbad bir dil yaranır. Mən bu yaxınlarda bir qadının, ona xanım deyə bilmirəm, çünki gözəl danışmayan kişiləri qoyuram bir qırağa, gözəl danışa bilməyən qadınlara xanım deyə bilmirəm, Şərafət xanım. Bir qadın, yəni çox belə işində gücündə olan bir xanım idi, dövlət sektorunda çalışan. Yanındakı bəyə bir məclis idi, qayıtdı ki, qatıqlama. Dedim, nə? Qatıqlama. Yəni o gözəl geyinmişdi. Saçı çox gözəl. O gözəllik mənim gözümdə itdi. Dedim, o nə deməkdir ki? Yəni, belə sözlər çox sadalaya bilərəm də. Məsələn, fırlatma. Şok yaşayıram mən. O qədər məyus oluram. Və yaxud da, məsələn, mənə hansısa aparıcı efir məkanından və yaxud elə həyatda olan bir kəs deyəndə ki, siz aktyorluq eləyirsiniz. Aktyorluq eləyirsiniz təhqirdir mənim üçün. Azərbaycan dilində aktyorluq eləyirsiniz deyə bir söz yoxdur. Çox qısa bir kəlmədir. Aktyorsunuz, aktrisasınız və salam. Niyə uzadırsınız ki? Və yaxud da siz aktyorluq fəaliyyəti ilə məşğulsunuz, müğənnilik, bu təhqirdir də. Yəni, aktyor deyilsə, elə belə orada-burada aktyorluq eləyirsə, bu təhqirdir. Müğənnilik fəaliyyəti yoxdur. Siz müğənnisiniz, yəni niyə uzadırsınız ki? Ola bilər ChatGPT-də yazırsınız, o sizə elə yazır, o Azərbaycan dilində elə bir söz yoxdur. Çox konkret, lakanik. Siz həkimsiniz. Yəni, Şərafət xanım, sizə desələr ki, siz psixoloqluq eləyirsiniz, sizin xoşunuza gələr, amma belə deyənlər var. Elə deyirlər də. Ya da deyirlər, salona gedirəm və orada işləyən insanlar da deyirlər ki, salonçunun yanına gedirəm. Ümumiyyətlə salonçu yoxdur. Bu yaxında da görmüşdüm, yazmışdılar. Salonçu. Hətta. Bəli. Yəni, Azərbaycan dilində dialekt və şivələr var. Yəni, bölgələrimizin dialektləri var və o bölgələrin içində olan kəndlərin, məkanların da öz şivələri var. Bəli, müəyyən yerlər var ki, məsələn, mənim qızım Azərbaycan dili müəlliməsinə deyib ki, nəsə orada sual olub, onun sinonimi yazanda deyib ki, suyumsuz, licimsiz. O da deyib ki, o nə deməkdir? Bu bizim bölgənin, yəni Zəngəzur bölgəsinin suyumsuz, licimsiz, yəni özünə baxmayan, geyiminə baxmayan, necə gəldi gəzən, saçına başına baxmayan bir adamın
adama deyilir ki, niyə belə suyumsuz, licimsizsən? Yəni bu var, amma bu kəlmələr, sözlər, yəni bizim dialekt şivələrimizdir. Söz ondan da getmir. Söz o jargon küçə söhbətlərinin bugün danışıq dilimizə daxil olmağından gedir. Dilimiz itmək üzrədir. Mən istəyirəm bu barədə danışasınız. Nitq mədəniyyəti, danışıq dili haqqında bu bizim təfəkkürümüzə nə qədər təsir eləyir? Çox yaxşı bir mövzudur və mövzu dərindir. Hal-hazırda da elə bir təşkilatlar var ki, nitq mədəniyyəti ilə məşğul olurlar. Mən psixoloji tərəfini, yəni daha çox neyropsixoloji tərəfini, neyrofizioloji tərəfini bugündən açıqlamaq istəyirəm. Nə üçün elə yanımızda olan Rus milləti daha gözəl danışıq, yəni sözlər zənginliyindən söhbət gedir. Bizim insanlar isə söz bazası çox azdır və zəngin nitqə malik deyillər. Nə üçün? Baxmayaraq ki, mən Rus sektoruyam, görürsünüz, danışıram da təmiz. Bunu eləmək olar. Kitab oxumaq lazımdır. Biz uşaqlarımıza kitab oxumuruq. Deməli, ana öz səsi ilə uşağa kitab oxuyan zaman onun təfəkkürü, yəni uşağın təfəkkürü inkişaf edir. Məhz ana kitab oxuyanda. Digər vaxtlardan sonra, 1 yaşından, 2 yaşından sonra, bəli, yaxın ətrafdakı, yəni ata, nənə, baba da oxuya bilər. Ancaq öncə gərək ana oxusun. Ona görə laylalarımız var. Laylada ki, sözlər var, ancaq musiqi yoxdur. Musiqi uşağın əsəblərini sakitləşdirir, sözlər təfəkkürü inkişaf edir. Və nağılları oxuya-oxuya uşağın hansısa bir dünyası başlayır, iç dünyası başlayır inkişaf eləməyə və nitqi zənginləşə təfəkkürü inkişaf edir. Bəli. Və nitq zənginləşəndə təfəkkür inkişaf edir. Yəni, mən istəyirəm xüsusilə bu hissəyə diqqət yetirəsiniz, mənim əzizlərim. Heç bir psixoloq bu barədə danışmır. Adətən psixoloqlar gündəmdə olmaq üçün, reytinq qazanmaq üçün boşanma, xəyanət, astı, kəsti, doğradı tipli mövzulara toxunur. Amma biz bugün gündəmdə olmaq, reytinq qazanmaqdan öncə 10 milyondan heç olmasa 10 nəfəri maarifləndirmək istəyirik. Məqsədimiz budur. Ona görə rica edirəm, Şərəfət xanımın deyəcəklərini diqqətlə dinləyin. Buyurun, Şərəfət xanım. Deməli, elə bunu ChatGPT-də öyrənə bilərlər. Hər yaşlı, hər yaşa uyğun uşaq nə qədər söz bilməlidir və onun lüğətinin zənginliyindən təfəkkürünün inkişafı asılıdır. Bu bir tərəfi. İkinci bir sual ola bilər ki, bir neçə dil bilmək uşaq üçün yaxşıdırmı? Bəli, 2 dil, 3 dil uşaq bilə bilər. Əgər öz ana dilində 5-6 sözdən ibarət cümlə qura bilirsə, 3 sözdən ibarət cümlə qurursa, tezdir hələ. Biz onda onun təfəkkürünün inkişafını saxlamış oluruq. 5-6 sözdən ibarət cümlə qurursa, onun təfəkkürü yetərincə inkişaf eləyib, o zaman yeni sözlər, yəni yeni dil öyrənən zaman nə baş verir? Məsəl üçün, ana sözü var və ana sözü təfəkkürdə bir yerdədir. Uca ingilis dilindən, ya da uca dedim, görsünüz, ona görə ki, rus dilində fikirləşdim. Artıq. Bəli, ana yox, mama sözü gələndə, mazi sözü gələndə həmin yerə oturur. Yəni, elə bir ki, təbəqələşmə gedir. Ancaq eyni neyron işləyir. Ona görə ki, o anadır. Ona görə də ana deyəndə, uşaq başa düşəndə ki, mamadır ya da kitab, kniqadır, nə baş verir? Nə ki, kitabla əlaqəli dünya görüşü var uşağın, yəni təfəkkürü inkişaf eləyib, o kniqanın üstünə gəlir. İzah elə bildinmi? Bəli. Və onun üçün də bu uşaq yeni neyron inkişaf eləmədi.
uşağın hansı neyronu inkişaf eləmişdisə, belə lab lore dildə də fiziologiyanı izah eləyim. Hansı o bir neyronu, məsəl üçün də deyək ki, bir hüceyrəsi beynində inkişaf eləmişdi, ana sözü ilə ya da kitab sözü ilə əlaqədar. İkinci dil, üçüncü dil öyrənəndə eyni o neyronun üstündə qurulur. Prosta təbəqə kimi. Siz əgər istəyirsinizsə ki, uşaqların təfəkkürü daha yaxşı inkişaf eləsin, gərək söz bazaları artsın. Şərifət xanım, baxın, bir toxundunuz bir kiçik, amma böyük bir şeyə. Yəni, rus dilli məsələn və yaxud da rus gələn, bir də görsən Çindən gəlib və yaxud adam gəlib Yeni Zelandiyadan Azərbaycan dili öyrənir, amma çox bədii, ədəbi dildə danışır. Amma biz özümüz Azərbaycan bölməsini bitirənlər, yəni məsələn fransız liseyində oxuyan uşaqlar var, ingilis təmayüllü məktəblərdə oxuyan uşaqlar var, rus bölmələri var. Onlar Azərbaycan dilində, onlar çox ədəbi dildə danışırlar. Yəni o kitab dilində. Amma biz Azərbaycan bölmələri, mənim əzizlərim, bu o qədər dərin bir şeydir ki, Azərbaycan bölmələri çox Azərbaycan dilinin danışıq dilində deyil. Azərbaycan dilinin hətta dialekt şivələrində də deyil. Artıq küçə dilində danışırlar. Bundan danışırıq. Dili qorumaq üçün əlbəttə dialekt şivələrimiz də olmalıdır. INS telekanalı zamanında mən çalışmışam. INS-də məsələn hər bölgədən olan bölgə müxbirləri həmin bölgənin dialekt şivələrində danışırdı. Yəni onlar bunu itirmək istəmirdilər. Bu da dilimiz üçün çox önəmlidir. Söz onda deyil. Söz ondadır ki, küçə danışıqları. Siz bayaqlarım qeyd elədiniz ha, qatıqlama. Bəli. Şivə ya da dialekt. Yox, deyil. Bəli, bunu demək istəyirəm. O qatıqlama, fırlatma, get oppan. Yəni Nofel Şahlaroğlu buradan, Nofel Əzizim buradan o da belə mövzulara toxunur. Çox gözəl mövzulara toxunur ki, Azərbaycanda feil istifadə olunanmır. Qoymaq, soxmaq, bunlar feildir də, Azərbaycan dilinin feilləridir və buna bilmirəm nəyəsə görə belə eləyirlər. Çox gözəl bunu açıqlayıb Nofel, ona görə ona toxunmaq istəmirəm. O sözü deyəndə adama gülürlər. Niyə? Bir dəfə Şərifət xanım qızım balacaydı və əczaçxanaya getmişdi. Əczaçxana yəni aptek. Və orada mən çağırdım onu. Səhər, bu çöndü qayıtdı ki, bəli deyəndə bir ağsaqqal bir hiss olunurdu ki, geyimindən, keçimindən çox belə intelligent bir kişi mənə qayıtdı ki, qızım, mən diksindim. Dedim, niyəmi? Dedim, mən çoxdandır bəli sözünü eşitmirdim. Yəni, mən çox sevirəm o sırf ana dilimdə danışmağı və çox vaxt mən deyəndə ki, lütfən mənə bunu yardım edərsiniz, mənə çox qəribə baxırlar. Rica edirəm. Bir baxırlar və mən anlaya bilmirəm ki, mənə niyə elə baxmalıdır? Axı mən Azərbaycan dilində danışıram. Onlar fikirləşirlər ki, siz hələ də roldasınız. Rica edirəm sizdən. Yəni bu çox gözəl Azərbaycan dilidir. Xahiş edirəm, rica edirəm, lütfən. Bəlidən gözəl söz var. Mən bəli niyə deməyim ki? Yəni bu müraciət formaları var ki, bunlar o qədər gözəldirlər, o qədər şirindilər. Yəni o lütfən davaya gəlmiş adamı belə dayandıra bilər. Siz düz danışmırsınız. Bəlin yerinə deyəndə mənə elə gəlir, bu çox gözəldir. Və biz əgər bunu evdə aşılamırıqsa, özümüzdən başlamırıqsa, yəni böyüklərdən, biz evdə uşaq çağıranda biz ona deyəndə, uşağa deyəndə az bura gəl, məsələsi olanda. Adətən mənə deyəndə, ya da mən haradasa eşidəndə az, deyirəm ki, az deyiləm, mən çoxam. Niyə ona görə ki, az sözü yoxdur da, o düzgün deyil. Ay qız denən yaxşı, ay xanım denən. Az nədir məsələsi? Bizim dayəmiz bir dəfə çox balacaydı qızım. Bir də evdə gördüm dayə deyir ki, az bura gəl. O an elə bildim ki, elektrik cərəyanı məni necə vurdusa, necə qışqırdımsa, dedim, xahiş eləyirəm. Mənim uşağıma bu tip kəlmələrlə müraciət eləməyəsə. Dilim alışıb, dedim, onu biz bir balaca dəyişməli olacağıq.
Ancaq mənim qızımın ibtidai sinif müəlliməsi elə danışırmış və uşaq evdə az deyəndə 2 həftə məktəbə getmiş uşaq ağzından az çıxanda mən dedim ki, Nilüfər, sən hardan bunu öyrənmisən? Başa düşmədi belə. Dedi, müəlliməmiz deyir. Dedim, çox pis və fikirləşdim ki, çox gözəl, çox yaxşı bir məktəbdə oxuyub mənim qızım və o ərəfə üçün bu 2000-ci illərin əvvəlləri idi və bizdə belə deyək də özəl məktəblər yox idi. O zaman Avropa liseyi və indi də imtahan verirsən, keçirsən. Və mənim qızım da 600 nəfərin içində 4-cü yerə çıxmışdı. Və mən təbii uşaq 3 yaşından bilirdi o dərəcədə. Yəni biz çoxlu kitab oxuyurduq. 3 yaşında bildiyi bir şeylərlə vermişdi o imtahanı. Və mən təəssüfləndim ki, o boyda niyə əziyyət çəkir? Düzdür, sonra o müəlliməni çıxartdılar işte. Ona görə ki, az deyən insan orada işləyə bilməzdi. Bəzi problemlər olmuşdu. Nəyə görə qeyd edirəm? Baxın, təfəkkürü inkişaf edən insan nitqi zəngindir deyənə təfəkkürü inkişaf eləyir. O heç vaxt fərari olmayacaq. Təfəkkürü zəngin, nitqi zəngin, təfəkkürü yaxşı inkişaf eləyən insan vətənini sevəcək. Təfəkkürü yaxşı inkişaf eləyən insan mütləq çox gözəl dost, çox gözəl ailə başçısı, çox gözəl vətəndaş olacaq. Budur, yəni nitqin zənginliyi görün hara gəlir çıxır. Əgər bizim nitqimiz zəngin deyilsə, təfəkkürümüzün mən ona bir ad qoymuşam, gərək bu arada patentləşdirim. Təfəkkürümüzün patoloqu olur. Damı. 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 Bəli. Təfəkkürün damı. Təfəkkürün damı. Görürsünüz, rus sözləri Yox, bilməyənlər var. Adətən də Azərbaycan... Tavanı, damı, tavanı. Adətən Azərbaycan bölməsini bitirənlər o rus kəlmələrini istifadə edirlər, biləsiniz. Deyəndə də deyir, patoloqdur da. Patoloq deyil ki bu. Deyirsən, yox, bu patoloq deyil, bu damdır, tavandır. Yəni, yenə deyirəm, burada söhbət rus dilli, ingilis dilli, Çin dillidən getmir. Biz sırf ana dilimizdən danışırıq ki, dinləyin, nə danışırıq? Deməli, orada baxın, əgər nitqimiz zəngindirsə və təfəkkürümüz yaxşı inkişaf eləyibsə, biz oxuduğumuzu da düzgün başa düşürük. Siz bayaq dediniz ki, prezidenti anlamayıblar. Bəli. Çox üzr istəyirəm, heç kimi təhqir eləmək istəmirəm. Yalnız bu onların günahı deyil. İnsan doğrudan da eşidir və and içər ki, mən düz eşitmişəm. Təfəkkürü yetərincə, yəni yaşına uyğun inkişaf eləməyib, o elə başa düşür. Bir kitab götürək, 5 nəfər oxusun və 5 nəfər o kitabdan tamamilə müxtəlif bir anlamlar götürəcək. Mənim yadımdadır ki, bizim dövrümüzdə biz ədəbiyyat dərsində bir əsər bizə verilirdisə, məsələn, Cəfər Cabbarlı Od Gəlini, bizə tapşırılırdı ki, biz Cəfər Cabbarlının digər əsərlərindən xəbərdar olmalıyıq. Eyni zamanda həyat və yaradıcılığından xəbərdar olmalıyıq və daha sonra biz Od Gəlini çıxıb sadəcə olaraq danışmırdıq. Biz onu müzakirə edirdik bütün siniflə. İndi olunmur ki, o məktəbdə. Və bilmirəm, və önəmli bir sual olurdu. Bu əsərin tərbiyəvi əhəmiyyəti. Zənnimcə bugün yoxdur. Bugün mən buradan açıq deyəcəm fikirlərimi. Bugün təhsil varmı, yoxdur, onu da bilmirəm. Mən izah eləyim. Bəli. Ona görə dedim ki, bu var ya yox. Baxın, deməli, təhsil və ümumiyyətlə məktəb insanı gələcək həyata hazırlayır, şəxsiyyət yetişdirir. Bizim indi bu saat
nə məktəblərimiz, nə universitetlərimiz tək-tük müəllimlərdən söhbət getmir təbii. Tək-tük məktəblərdən söhbət getmir təbii. Yan kütlədən və ümumi respublika səviyyəsindən, bəlkə də dünya səviyyəsindən gedir. Ona da gör ki, inteqrasiya olunuruq və bu elə hər yerdən də gəlir. Ancaq çox pis. Şəxsiyyət inkişaf elətdirməklə məşğul deyilik. İnformasiya yükləməklə məşğuluq. Əzbərçi yetişdiririk. Bəli. Və o informasiyanı yükləyə-yükləyə yalnız yaddaş. Yaddaş inkişaf eləmir. Yaddaş işləyir. Ona görə ki, hansı yaddaşdan uşaq doğulubsa, mən məktəbdə işləyən zaman ya da hal-hazırda uşaqları gətirən zaman deyirlər ki, bizim uşağın yaddaşının problemi var, yaddaşı zəifdir. Elə olmur həmişə. Diqqət problemi var. Bəli, diqqəti inkişaf elətdiririk. Yaddaş isə elə doğulandan necədirsə, diqqətimizi inkişaf elətdiririk, yaddaşımız daha güclüdür. Qeyri-ixtiyari diqqətlə bizim daha gözəl yaddaşımız. Bəli, qulaq yaddaşımız daha yaxşı ola bilər, göz yaddaşımız daha yaxşı ola bilər, kinestetik yaddaşımız daha yaxşı ola bilər. Yalnız diqqət çox önəmlidir. Diqqət inkişaf elətdiririk və bu zamanda bizim yaddaşımız daha yaxşı olur və təfəkkürümüz yaddaşla, yaddaşı zənginləşdirməklə əlaqəsi yoxdur. Nitqin zənginləşdirməsi ilə var. Biz informasiya bolluğundan əməlli başlı yüklənə bilərik. Yükləniriksə, biz o informasiyanı dərin analiz, sintez eləmirik onda. Və o oturuşmur. Gedir arxivə və biz onu arxivdə itiririk. Necə ki, kompüterimizdə hansı bir proqram var, o proqram hardasa itib və onu IT mütəxəssisindən başqa heç kim kompüterdə tapa bilməz. Mənim kompüterimdə mən axtarıram, tapmıram onu. Ona görə ki, bloklanıb qalıb hardasa. Bu da elədir. İmtahan üçün öyrənirəm, sonra da yadımdan çıxmır. Beyin heç nəyi yadından çıxartmır. Çox gözəl vurğuladınız. Yəni bu rus, ingilis, başqa dillərdə oxuyan Azərbaycanlı uşaqlar haqqında açıqlamanı verdiniz. Mən bir şey də söyləmək istəyirəm. Məsələn, bir də görürsünüz küçə sorğuları keçirilir. Amma xarici ölkələrə baxırsan, ingilis, rus, qardaş türk, onlar daha səlis danışır. Daha səlis suallara cavab verir. Bizimkilər isə yox. Qoyuram küçə sorğularını bir qırağa. Sizin bax bu elə Rebrein Akademiyasında mənim əzizlərim, dünən Rebrein Akademiyasında vektor psixologiya ilə bağlı bir gözəl təlimdə idim. Mən də qızım da qatılmışdıq və bir neçə xanımlar əyləşmişik, qulaq asırıq. Mənə çox maraqlı idi, çünki heç bu barədə eşitməmişdim. İlk dəfə idi və mənə çox maraqlı idi. Azərbaycanda heç kim vektor psixologiyası təlimini keçmir. Yalnız Rebreindədir və nə üçün yaxşıdır? Ona görə ki, doğrudan da siz özünüzdə gördünüz, vektorları tanıya-tanıya insanları tanıyırsınız. Və təlimçimiz Cəmilə Mustafayeva nə eləyir? O vektoru tanıyandan sonra o vektorla necə ünsiyyət qurmaq lazımdır? Problemi yaşamayasınız deyənə necə eləmək lazımdır ki, sizin uşağınızla məsəl üçün probleminiz var, bu vektordur, bu vektorla, məsəl üçün, bu vektoru, Cəmilə daha yaxşı bilir onu, ondan yalnız təriflə gərək danışasan. Onu tənqid eləsən, olmayacaq. Yəni, mövzudan kənarlaşmıram, istəmirəm haşiyədən kənara çıxaq. Mövzumuz təfəkkürdür, nitq mədəniyyətidir və mən orada gördüm ki, xanımlar əyləşib, çox gözəl xanımlardır, çox gözəl geyiniblər, hərəsi kifayət qədər öz peşəsində artıq təcrübəlidir və biz oturmuşuq, Cəmilə xanım danışır, maraqlı danışır, ekranda göstərir falan. Hamı sadəcə qulaq asır. Bilmirəm, bəlkə utancaqlıqdır, bəlkə biri-birindən utanır, bəlkə bilmirəm. Amma mənə belə gəlir ki, bir insan bir şeyi anlayırsa, ona orada qaranlıq qalan yerlər olmalıdır. O, onun məğzini çözmək üçün, o, onu daha dərindən anlamaq üçün izlədiyi, eşitdiyi bir şey haqqında sualları yaranmalıdır.
və yaranırsa sual verməlidir. Mən sual verirdim ki, bəs Cəmilə xanım bu necə? Bu necə? Məsələn, mənim anamda bu var idi, mənim rəfiqəmdə bu. Biz bunu bölüşürdük və Cəmilə xanım onu daha geniş açırdı. Yəni o suallar verdikcə mənim yanımdakı da öyrənirdi. O sual versə mən də öyrənirdim. Məndən sonra bəli başladılar. Amma mənə belə gəlir ki, mən olmayanda elə də keçir. Həm maraq qatır. Yəni bir balaca insanlarımız bilmirəm bu uşaqlıqdan bəlkə də Şərəfət xanım gəlir. Uşaq gəlir sual verməyə. Bir dəfə mənim qızım mənə dedi ki, mama, filin niyə xortumu var? Mən fikirləşdim ki, doğrudan niyə xortumu var? Multfilm var da. Mən açdım, oxudum. Mən sizə deyim, multfilmdə deyirlər də ki, burnu dartır, xortumu. Mən bu barədə oxudum, ona ətraflı izahat verdim və yaxud bir dəfə toyuq doğruyurdum. Qızım gəldi belə, mama, sən toyuq öldürmüsən? Yox, sən quş öldürmüsən? Mən dayandım ki, yox ana qurban, yox. Yox, ölmüşdü, doğruyuram. Onda lap belə isterikaya düşdü ki, mama necə yəni? Mən bunu açıqladım, oturdum, izah elədim. Ana qurban, budur, heyvanlar aləmində olduğu kimi deyil, insanlar. Yəni zənnimcə uşaqlıqda bizim əslində mental dəyərlərimizin gözəl tərəfləri var. Sadəcə olaraq mənfi tərəflərindən istifadə edir. Uşaq gəlir ki, məsələn mənim anam elə idi. Deyirdim, mama, məsələn də filan kes səsini, sən məndən çox biləsən. Kes səsini, dünənki cücə, keçənki cücə bu ilki toyuğa civciv öyrədir. Bəsdir sən Allah, mənə ağıl öyrədəcək. Yəni bilirsiniz, bəlkə biz başlayırıq qorxmağa. Bəli. Qorxduqca da suallarımızı vermirik. Bəli. Bizi yenə də tənqid eləyəcəklər. Bəli, bax. Və qorxu yenə də gətirir təfəkkürün inkişafını zəiflədir. Yəni mən ona bağlamaq istəyirəm ki, siz dediyiniz ki, uşaqlıqdan danışmaqla, yəni biz bir balaca uşaqlarımıza bir Azərbaycanlılar olaraq şans vermirik o danışsın. Qoy o səhv danışsın, qoy o düz danışsın, amma danışsın. Səhv olsa da sən ona çox kəskin reaksiya vermə. Dinlə, zamanla xırda-xırda onun səhv olduğunu ona izah eləməyə çalış. Yəni Şərəfət xanım, mən sizə belə bir şey deyim də, mən psixologiyanı mən də oxumuşam, amma mən özümə peşəkar deyə bilmərəm. Yəni bugün yerindən duran çox adam deyir psixoloqam, amma onların hər biri psixoloq peşəkar deyil. Yəni sizin diplomunuz bəli, o psixoloqların sertifikatlarından daha belə deyim də yetərincə samballıdır və siz əməlli başda oxumusunuz onu. Bəli. İnsanlar var ki, ancaq onların yalnız sertifikatları var, dinləyici sertifikatı var və hal-hazırda da mən psixoloqam deyib başlayırlar hansısa bir məsləhətləri verir. Ona gəlirəm ki, mən buradan bir məsələ deyin. Məsləhət verən psixoloq deyil. Psixoloq ümumiyyətlə məsləhət vermir. Əla. Mən ona gətirirdim ki, bəli, o diplom, o sertifikat almaq olar. Amma onu almaq o demək deyil ki, sən bu peşənin dərinliyini bilirsən. Çünki psixologiya bir elmdir. Bundan bir insan beyni hələ də tam açıqlanmayıb. Siz Şərəfət xanım, dönə-dönə mən olmuşam sizin seanslarınızda, sizin yanınıza gələn insanların problemlərini çözərək, sonradan o insanların sizə necə sevgi ilə gəlməyi, müxtəlif psixoloqlar gəziblər, hətta xaricə gediblər. Tanıdığım bir adam var idi, xaricə getmişdi, mənə dedi, sizə yönəltdim, o çox xoşbəxt oldu. Yəni bir xarici, bir Avropalı, bir Amerikan Azərbaycan mental dəyərlərini bilmədiyindən, Azərbaycanda yaşamadığından o Azərbaycanlının problemini çözə bilməz. Və ona görə deyirəm ki, Şərəfət xanım, gəlin bunu açıqlayaq ki, bu niyət, bu uşaqlıqdan uşaqları, sən məndən çox bilirsən. Məsələn, mənim bilgilərimi anam sevmirdi. Mənə deyəndə filan kəs mənə deyib ki, filan şey daha yaxşıdır. Məsələn, elementar yuyucu vasitə. Deyirdim ki, yox ay mama, ondan da yaxşısı budur, oxudum. Deyirdi ki, sən məndən çox biləsən, sən filan kəsdən çox biləsən, sən məndən böyüksən, mən səndən böyüyəm. Yəni, bu uşağı əzir, onun inkişafını saxlayır. Yox, bu barədə istəyirəm danışın. O valideynlərin, ata və ananın, daha çox anam, atalar işdə olur, daha çox valideynin tərbiyəsini görür bir övlad, oğlan və ya qız və doğulan gündən
o uşaqla ünsiyyət qurmayanda, söhbət eləməyəndə, onun fikirlərini dinləməyəndə, bayaq dediyiniz, onun fikirlərini alqışlamayanda sönür. Fərqli. Siz dünənlərim eşitdiniz də vektor psixologiyasında. Baxın, mən həmişə əleyhinəyəm ki, bəzi psixoloqlar var. Bir ara çox hamı valideynləri günahlandırırdı, hamı uşaqlıqda bir travmatik hadisə axtarırdı və bir travmalar. Mənim elə pasientlərim olub ki, onların uşaqlıqda travmaları olmayıb. Var, belə bir insanlar var. Ona görə ki, yenə deyirəm, stres inkişafdır. Distres olmayıb deyənə çox yaxşıdır insan inkişaf edib. Valideynləri qınamaqla biz inkişaf eləmirik. Baxın, görün nə baş verib. Sizin ananız sizi eşitməyib deyəndə, siz ona görə o yuyucu vasitənin elə gözəl instruksiyasını, inqrediyentlərini oxumusunuz ki, və başlamısınız, beyin başlayıb axtarmağa ki, necə mən bunu mamaya sübut eləyim, necə mən bunu ümumiyyətlə öz sözümü dəyəri olsun, dəyərli olum. Və bunu mamadan başlayırsınız, sonra bunu cəmiyyətdə eləyirsiniz. Ona görə də öz sözünüzü başlayırsınız deməyə, ona görə də başlayırsınız suallar verməyə, beyin axtarır, tapır. Bizim valideynlərimiz bizi necə bacarırlarsa elə tərbiyə edirlər. Tərbiyə zamanı hansı problemlərlə biz rastlaşırıqsa, bu bizim inkişafımızdır. Yalnız, bəli, elə bir insan var ki, o inkişaf eləmək əvəzinə de-inkişaf eləyir. Geriləyir. Regressiyası olur. Yəni düz, vurğuluyursunuz ki, kim necə bacarır elə tərbiyə eləyir və əlbəttə ki, bu valideynlər də nəsildən nəsilə ötürülən zəncirvari bir gəlmiş düşüncə, gördükləri kimi, eşitdikləri kimi tərbiyə eləyirlər. Amma məncə yenilənməyin zamanıdır. Çünki sosial şəbəkələrin inkişaf elədiyi bir dövrdə, süni intellektin artıq öndə olduğu bir dövrdə zənnimcə bu valideynlər də öz düşüncə tərzində, təfəkküründə yenilik eləməlidir ki, övladları ilə ünsiyyətimi, bilmirəm, düzgün qursunlar. Yəni necə eləsinlər ki, Azərbaycan dili o küçə danışığı səviyyəsində olmasın. Azərbaycan dili danışıq dili, demirəm bədii publisistik, demirəm ədəbi dildə olsun. Ən azından danışıq dilində olsun. Nə mesaj ötürək onlara, nə məsləhət görərsiniz, nə aşılayarsınız? Mən məsəl üçün fikirləşirəm ki, burada gərək bunu qeyd eləyək. Əli və Nino, Nigar Köçərli çox gözəl kitabın təbliğatı ilə məşğuldular və çox gözəl də aksiyalar keçirirlər. Və mən hesab edirəm ki, məhz bundan, mən hesab edirəm də düzgün deyil. Alimlər bunu sübut ediblər ki, insan oxuyan zaman, düzdür, disleksiya, disqrafiyası, hansısa bir olan bir məsələləri, problem olanda valideyn elə uzun müddətdə oxuyur. Onların ona görə ki, problemləri var oxumaqla əlaqədar, onları eşidirlər. Onları qoyduq bir qırağa. İnsan əgər istəyirsə ki, uşağının təfəkkürü yaxşı inkişaf eləsin, özünün təfəkkürü yaxşı inkişaf eləsin, hər gün oxumalıdır. Hər gün. Yeni informasiya, yeni neyronun inkişaf. Neyronlarımız var. Biz elə doğulandan o neyronlarımız var. Ancaq o neyron başlayacağını işləməyə, o zaman başlayır işləməyə ki, biz yeni hansı bir bilgi qoyuruq onun içinə. Və nə qədər çoxlu neyronlarımız inkişaf eləsə, işləsə, o qədər də bizim hansı bir problemimiz olanda və biz özümüzə sual verəndə ki, bu problemdən necə çıxaq, cavabımız olur. Təsəvvür edirsiniz, təfəkkürün inkişafı, problemin həlli. Bir əlavə də mən eləyim. Çox gözəl vurğuladı, təfəkkürün inkişafı problemin həllidir. Bir şey də mən vurğulayım ki, burada Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin
və Elmlər Akademiyasının boynuna çox böyük bir yük düşür. Çünki rus dillilər, ingilis dillilər, hətta Türkiyə türkçəsində danışanlar, daha çox rus-ingilis dillilər sosial şəbəkələrdə kifayət qədər məlumat tapa bilirlər. Audio kitablar dinləyə bilirlər, nağıllar dinləyə bilirlər, tarixi, mədəni məlumatları oxuya bilirlər. Təəssüf edirəm, Azərbaycan dilində bu yoxdur. Şəxsən mən ona görə övladımı rus dilində tərbiyə eləməyə başladım ki, o ingilis dilində nə yeni bir şey çıxırsa, rus dilinə onu dərhal tərcümə edirlər. Və mənim uşağım təbii ingilis dilində bilsin, ancaq hər ikisində olsun, daha çox dillərdə bilsin. Bəyaları izah elədik. Yalnız burada bir məsələ var. Günahlandıra heç yerə gəlib çıxmırıq. Özümüzdən başlamalıyıq birinci. Biz hardan ədəbiyyatı tapdıq? Necə uşaqlarımıza göstərdik? Necə oxuduq? Özümüz, fərqi yoxdur hansı dildə. Və elə bizdən başlayaq. Elə biz kiməsə deyək ki, onlar bəlkə bunu belə eləyək. Cavan uşaqlar var, indi bu saat elə proqramlar da var ki, sən oxuyursan, o ora yazır. Kompüterdə mütləq deyil, əlindən çap eləyəsən. Proqramlar var ki, o kitabı özü ora oxuyur. Və rus dilində niyə audio kniqa olsun? Bəli. Ancaq və mən hal-hazırda çalışıram ki, kitab almayım, ona görə ki, vaxtım olmur və dinləməklə və bütün gün mən onu dinləməklə mütləqdir nəsə oxuyum da. Yəni, dinləyim, oxuyum, eyni bir şeydir. Nə üçün Azərbaycan dilində audio kniqa olmasın? Mən məsəl üçün bir xeyli vaxtı daha çox qulaq asıram. Ona görə ki, əgər yeni nəsə oxumamışamsa, yeni qulaq asmamışamsa, mən o gün özümü aç hiss eləyirəm. Elə bir nəsə geyinməmişəm, nəsə yeməmişəm. Və bunu o qədər öz həyatımıza gətirək ki, uşaqlarımız da bunu eləsinlər. Hər gün yeni bir şey öyrənsinlər, hər gün yeni bir məlumat alsınlar, yəni oxusunlar onu. Və alimlər sübut ediblər ki, biz onu oxuyan zaman ya da audiolar eşidən zaman daha yaxşı qavrayırlar. Və təfəkkürümüz inkişaf edir. Bəli, bəli. Məməzlərim, öncə nitqinizi inkişaf elətdirin ki, təfəkkürünüz inkişaf eləsin. Təfəkkürünüz inkişaf eləsə isə, deməli, siz inkişaf eləyirsiniz. Bunun üçünsə çox şey lazım deyil. Sadəcə olaraq o küçə-baca danışıqlarından uzaq olun. Hərəniz özünüz oturub düşünün. Mən fikrimi necə doğru, düzgün və gözəl ifadə eləyim. Fikrini gözəl ifadə eləyən insanlar hər birimiz tərəfindən gözəl qarşılanır. Odur ki, mənim əzizlərim, özünüzü və təfəkkürünüzü inkişaf elətdirin. Təşəkkür edirəm. Buyurun, mən sizə təşəkkür edirəm.